Mən bizim kanal izləyicilərini salamlayıram və bugün danışacağım mövzu, bu barədə mən əvvəllər də danışmışam, amma son zamanlar bu kimi pasiyentlərin sayı artdığına görə mən yenə də bu mövzuya qayıtmalı oldum. Bu bir daha insan papiloma virusu haqqında olan bizim söhbətimizdir. Hansı ki, son zamanlar dediyim kimi cinsi yolla yayılan kontakt nəticəsində bu kimi infeksiyaların sayı artmaqdadır. Bu da ondan irəli gəlir ki, çox güman ki, bizim gənclərin, yeniyetmələrin bu haqda maariflənməsi biraz azdır və onlar bu xəstəlik haqqında yetərincə məlumatları yoxdur. Onu demək istəyirəm ki, insan papiloma virusu bir şəxsdən digər şəxsə kontakt vasitəsilə, yəni ki, cinsi yolla ötürülür və bu müxtəlif yollar vasitəsilə ola bilər. Əsas etibarilə klassik cinsi yol vasitəsilə, eyni zamanda oral və anal cinsi yol vasitəsilə də bu xəstəlik bir şəxsdən digərinə ötürülə bilər. Dəri və seyirlik qışada baş verir və dəri və seyirlik qışada bir qədər hündürə qalxmış uclu, yastı papilomalara rast gəlmək olar. Bunlara el arasında ziyirlər də deyilir və bunlar artaraq çoxalmaq qabiliyyətinə malikdirlər və bir şəxsdən digər şəxsə həm cinsi yolla, həm məişət yolu ilə, həm dediyim kimi, hətta təmas yolu ilə, öpüşmə yolu ilə də keçə bilər. Bunların inkubasiya dövrü 2-3 həftədən bir neçə ilə qədər arta bilər. Yəni ki, bu həmin şəxsin immun sistemindən asılı olaraq dəyişə bilər. Yəni zaman göstərsək ki, konkret hansı zamanda bu xəstəliyə yoluxma baş verir. Konkret vaxt demək çətindir, amma ümumiyyətlə isə bu bir müddətdən sonra özünü göstərməyə başlayır. Və həmin şəxslərdə ilk növbədə dəri və seyirlik qışalarında əsasən də cinsi orqan nahiyəsində xırda, yastı ziyirlər formalaşır və onlar get-gedə artmağa meyilli olur. Bunların bəziləri yastı, bəziləri iti uclu formada olur və partnyorda əgər birində varsa, mütləq şəkildə digər şəxsə də ötürülmə ehtimalı var. Amma çox zaman bəzi pasiyentlərdə immun sisteminin fərqli olmasına görə bu baş verməyə də bilər, amma bu çox nadir hallarda baş verir. İnsan papiloması bir şəxsdən digər şəxsə ötürüldükdə mütləq şəkildə bunun qarşısını almaq lazımdır ki, profilaktik olaraq gələcəkdə bu artıb yayılmasın. Bunun üçün ilk növbədə PCR analiz aparılır və xəstədə papiloma virusu aşkar olunduqdan sonra ona xüsusi müalicə kursu təyin olunur və müalicə kursundan sonra təbii ki, bu papilomalar ya lazer, ya maye azot vasitəsilə təmizlənir. Və bunun gələcəkdə artıb yayılmasının qarşısını almaq üçün ilk növbədə dediyim kimi profilaktik tədbirlərə əl atmaq lazımdır və pasiyentlər diqqətli olmalıdırlar və əgər onlarda papiloma virusu varsa, onlar çalışmalıdırlar ki, bunu digər şəxsə ötürməsinlər. Çünki belə olan halda həmin pasiyentdə də həmin virus baş qaldırır və sonradan onun üçün ciddi problemlər yaradır. Kişilərdə bu virus nisbətən yüngül formada keçsə də, qadınlarda bu çox ciddi problemlər yarada bilər. Hətta bəzən həmin xanımlarda çox vaxt xərçəngə də bu çevrilə bilər. Ona görə də bütün bunları nəzərə alaraq diqqətli olmaq lazımdır və əgər partnyorların birində bu papiloma virusu varsa, onu vaxtında aşkar edib müalicə etməlidir ki, digər şəxsə keçməsin. Sonda sizə yenə təşəkkür edirəm ki, bizim kanalı izləyirsiniz və bizim kanala abunə olmağı, videoları bəyənməyi sizdən xahiş edirəm. Sağ olun, salamat qalın.